Sağlam həyat tərzinə tez və asanlıqla başlamaq istəyirsən, mən sənə deyim ki, bu çox mümkündür. Amma sirr böyük dramatik dəyişikliklərdə yox, kiçik və davamlı addımlardadır. Birdən hər şeyi dəyişsən, tez yorulub atarsan. Gəl birlikdə 5 sadə və real addımla başlayaq. Onları bu gün etməyə başla, bir həftədən fərqi hiss edəcəksən. Birinci addım, kiçikdən başla. Birdən hər şeyi dəyişmə. Əksər insanlar düşünür ki, sabahdan diyetə başlayıb idman zalına gedəcək və hər şeyi dəyişəcək. Amma bu yol tez-tez uğursuz olur. Bunun əvəzinə bu gün yalnız bir şeyi dəyiş. Məsələn, gündə əlavə bir stəkan su iç və ya 10 dəqiqə gəzinti et. Kiçik qələbələr motivasiyanı saxlayır və zamanla böyük alışqanlıqlara çevrilir. İkinci addım, hər gün hərəkət et, amma sadə olsun. İdman zalı getmək məcburi deyil. Gündə 20-30 dəqiqə kifayətdir. Evdə pilləkən çıx-düş, sürətli gəz, sevdiyin musiqiyə rəqs et və ya sadəcə qonşuluğa çıx. Dünya Səhiyyə Təşkilatı deyir ki, həftədə 150 dəqiqə orta aktivlik ürəyi və əzələləri gücləndirir, enerji verir. Başla kiçikdən, hər gün biraz artır. Üçüncü addım, qidalanmanı sadələşdir. Daha çox təbii qida ye. Hər yeməyə bir ovuc tərəvəz və ya meyvə əlavə et. Fast food əvəzinə toyuq, yumurta, düyü və salat seç. Şirniyyat yerinə banan və ya alma ye. Gündə 2-3 litr su içməyi unutma. Bu, aclığı azaldır və dərini parlaq edir. Qaydası sadədir. İşlənmiş qidaları azaldıb, təbii olanları artır. Dördüncü addım, yuxuya ciddi yanaş. 7-8 saat yat. Ən böyük sirlərdən biri yuxudur. Gecə telefonla yatma, işığı söndür. Hər gün eyni vaxtda yat və oyan. Yaxşı yuxu stresi azaldır, enerji verir və hətta arıqlamağa kömək edir. Sabah səhər daha gümrah oyanacağını hiss edəcəksən. 5-ci addım, stresi idarə et və motivasiyanı saxla. Hər gün 1-2 dəqiqə dərin nəfəs al, sevdiyin musiqini dinlə və ya dostla gəz. Həftədə bir yeni kiçik hədəf qoy. Məsələn, bu həftə hər gün 10 dəqiqə gəzəcəm. Uğursuz olsan da problem yoxdur, davam et. Əsas odur ki, özünə qarşı mehriban ol. Budur. Bu 5 addımla kiçikdən başla, hərəkət et, təbii qida ye, yaxşı yat və stresi idarə et, sağlam həyat tərzinə tez və asanlıqla keçə bilərsən. Bir həftədən enerji artımı və daha yaxşı əhval-ruhiyyə hiss edəcəksən. Sən bacararsan. Sən hansı addımla başlayırsan? Şərh yaz, bəyən və abunə ol ki, faydalı düşüncə ilə birlikdə xeyirli düşüncələr qazanaq. Növbəti videoda görüşərik. Sağlam qal.